Hər vaxtınız xeyir olsun, hörmətli tərbiyəçi müəllimlər, hörmətli tərbiyəçi müəllim olmaq istəyən namizədlər. Mən sizin hər birinizi ürəkdən salamlayıram. Təlimçiniz Çimnaz Şıxverdiyeva və bugün biz sizinlə məktəbəqədər təhsil kurikulumu sənədindən müxtəlif fəaliyyət növləri üzrə uşaqların inkişafı mövzusuna baxacağıq. Bilirsiniz ki, uşaqların yaş dövrlərinə görə fəaliyyət növləri müxtəlif olur, həmin fəaliyyət növlərinin tələbləri müxtəlif olur və ilk olaraq mən gördüyünüz bu PDF sənədində qruplaşdırmışam erkən yaş dövrü üçün, erkən inkişaf dövrü üçün, yəni 1-3 yaş olan uşaqlar üçün əsas fəaliyyət növləri, fəaliyyət sahələri və həmin fəaliyyət sahələri üzrə fəaliyyətlərin, məşğələlərin növlərini və biz tərbiyəçi müəllimlər, həm işləyən müəllimlər, həm tərbiyəçi müəllim namizədlər bu baxımdan nəyə fikir verməlidir? Bu mövzunu açar sözlərlə, yadda qalan formada, sistemli şəkildə, sadələşdirilmiş bir formada sizə izah edəcəm və əgər bu PDF-in sadələşdirilmiş versiyasını istəyirsinizsə, mənim YouTube kanalımda qeyd etdiyim WhatsApp qrupumuza, ödənişsiz WhatsApp qrupumuza üzv ola bilərsiniz. Həmin WhatsApp qrupunda mən bu PDF-ləri tamamilə ödənişsiz olaraq sizinlə bölüşürəm. Həmin PDF-ləri əldə edərək rahat bir şəkildə özünüz də təkrarlaya bilərsiniz. Çünki video izahlara bəzən baxmaq bizə kifayət etməyə bilər və oxumaqla bəzi insanlar var ki, bilirsiniz ki, öyrənmə növləri müxtəlifdir. Kimisi vizual öyrənir, kimisi eşidərək öyrənir, kimisi oxuyaraq öyrənir. Həmin bu oxuyaraq öyrənən, sadə dillə izah olan PDF-i əldə etmək istəyən dinləyicilərə də mən onu demək istəyirəm ki, bu kanalın izləyiciləri arasında əgər varsa aranızda, mənə həmin WhatsApp qrupunda və yaxud şəxsidə yazaraq, WhatsApp qrupuna üzv olaraq həmin PDF-ləri əldə edə bilərsiniz. Mən mütəmadi olaraq həmin qrupumuzda bu PDF-ləri sizinlə paylaşıram. İndi gəlin başlayaq. Baxaq görək ki, məktəbəqədər təhsil müəssisələrində uşaq inkişafının yaş mərhələsinə uyğun təşkil edilən fəaliyyət növləri hansılardır? Bilirsiniz ki, erkən inkişaf dövrü ilə biz başlayırıq. Yəni 1-3 yaşlı uşaqlarla başlayırıq müxtəlif fəaliyyətlərə və burada əsas fəaliyyətlər bizdə 6 dənədir. Birincisi, baxın burada qeyd olunub məktəbəqədər təhsil kurikulumu sənədində də sökülüb yığılan və hərəkətli oyuncaqlarla oyun. Bu adlanır nə? Əşyavi manipulyativ fəaliyyət. Əşyavi manipulyativ fəaliyyət. Yəni əşyalarla manipulyasiya etmək. Onları hərəkət etdirmək, söküb yığmaq, tikmək, bir-birinə birləşdirmək, legolarla oyun məsələn buna daxil idi. İkinci, 1-3 yaşlı uşaqlarla biz hansı fəaliyyət növünə baxırıq? Burada gəlir ünsiyyətin qurulması. İkinci bizim fəaliyyət növümüz ünsiyyətin qurulmasıdır. Üçüncüsü, böyüklərin rəhbərliyi altında birgə, yəni kollektiv fəaliyyət, bir məqsəd uğrunda olan fəaliyyət. Dördüncüsü, özünə xidmət əməyi və məişət əşyaları ilə müxtəlif fəaliyyətlərin təşkil olunması. Beşincisi, musiqinin, nağılın, şeirin, şəkillərin məzmununun qavranılması məqsədi ilə təşkil edilən fəaliyyətlər və altıncısı da hərəki fəallıq. İndi mən burada bir cədvəl tərtib eləmişəm. Hər bir fəaliyyət sahəsi üzrə qeydlər aparmışam ki, burada əsas məqsəd və məzmun nədən ibarətdir? Daha qısa və yadda qalan olsun deyə. İndi baxaq ki, əşya manipulyativ fəaliyyət biz dedik. Yəni burada əşyalarla davranış qaydası, hissi qavrayış və ümumiləşdirmə bacarıqları yer alır. Ünsiyyət dedikdə nitqin, təqlid bacarığının inkişafı və sosial əlaqələrin qurulması. Yəni 1-3 yaş dövründə bilirsiniz də uşaqlarda formalaşdırılmalı olan əsas bacarıqlardan biri və hətta bəlkə də ən öndə gələni nitq inkişafıdır. Yəni ünsiyyət vərdişlərinin əsasının qoyulması, inkişaf elətdirilməsidir. Və burada da biz qeyd edirik ki, nitqin və təqlid bacarığının. Uşaqlar da bilirsiniz ki, təqlid bacarığı ilə bunu öyrənirlər. Oyun. Birgə fəaliyyəti əsasən biz oyun əsasında qururuq erkən inkişaf dövründə. Yəni emosional vəziyyətin tənzimlənməsi, idraki inkişaf, söz ehtiyatının artırılması da hardasa bu oyun fəaliyyətinin içərisində baş verir. Bilirsiniz ki, bu sosial-emosional öyrənmə məsələsinə daxildir. Oyun da həmin bu bacarıqların, qeyd etdiyimiz bu bacarıqların formalaşdırılması üçün çox münbit bir şərait yaradır bizə. Əmək fəaliyyətinə gəldikdə artıq uşaqda 1-3 yaş dövründə, erkən inkişaf dövründə ilkin sadə əməyə maraq, təqlid, gündəlik bacarıqlar, özünə xidmət vərdişlərinin formalaşdırılması məsələsi yer alır. Bədii fəaliyyətdə isə bildiyimiz kimi yaradıcılıq, estetik hisslərin formalaşdırılması, musiqi, təsviri sənətə
marağın inkişafı nəzərdə tutulur. Təlim fəaliyyətində isə didaktik materiallarla, öyrədici materiallarla idrak bacarıqları, sensor və məkan orientasiyası məsələlərini biz qeyd edirik. İndi mən davam etdikcə bu məsələləri daha sizinlə sadə qeyd edəcəyəm. Hər bəndə uyğun, hər fəaliyyət növünə uyğun, daha yadda qalan sistemli şəkildə ki, burada hansı bacarıqlar var və tərbiyəçi müəllim hansı məqamlara, bu fəaliyyət növləri üzrə hansı məqamlara diqqət yetirməlidir, açar sözlərlə baxacağıq və bir mədəni davranış hissəsi də mən bura qeyd etmişəm ki, sadə etik qaydaların öyrədilməsi, nitqi başa düşmə və uyğun ona reaksiya vermə. İndi gəlin baxaq. 1-2 yaşlı uşaqların fəaliyyət növləri üzrə inkişafı dedikdə biz birinci qeyd etdik ki, burada ən birinci gəlir əşyavi manipulyasiv fəaliyyət. Bu sənəddə göstərilən məsələlər məktəbəqədər təhsil kurikulumu sənədindən mən götürüb bura qeyd eləmişəm və sizə onu izah eləmək istəyirəm ki, yəni burada nə nəzərdə tutulur? Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafı necə təşkil olunur? Əlbəttə ki, fəaliyyətlərlə təşkil olunur da. Biz müəyyən fəaliyyətlər təşkil eləməliyik ki, məktəbəqədər təhsil müəssisəsində uşaqların inkişafı da buna uyğun təşkil olunsun. Və 1-3 yaş dövründə, erkən inkişafda, yəni uşaqlar bilirsiniz ki, çox sürətlə böyüyür və siz də onların o böyüməsini müşahidə edirsiniz, qeyd edirsiniz özünüzdə. Yəni ən yaxşı tərbiyəçi müəllimlər, bağça müəllimləri uşaqların inkişafını müşahidə edir, görürlər də. Çünki böyük bir vaxtının böyük bir hissəsini siz müəllimlərlə keçirirlər uşaqlar və bu yaş dövründə uşaqlar həm sürətlə böyüməklə də yanaşı, bilirsiniz ki, çox sürətlə öyrənirlər. Hər şeyi çox yaxşı yadda saxlayırlar. Və onların öyrənməsi də oyun, təqlid, hiss etmə və əşya ilə oynama vasitəsilə baş verir. Buna görə də uşaq bağçalarında və ailədə bu yaş dövründə biz nə edirik? Dedik ki, fərqli fəaliyyətlər təşkil edirik. Fərqli fəaliyyətlər təşkil edirik və birinci gəlir əşyavi manipulyasiv fəaliyyət. İndi baxaq. Yəni bu əşyavi manipulyasiv fəaliyyət deyəndə nəyi yadda saxlayaq müəllimlər? Onu yadda saxlayaq ki, çox asandır. Uşağın əşyalarla oynaması və onlarla, yəni əşyalarla, həmin əşyalarla, oynadığı əşyalarla, oyuncaqlarla davranmaq bacarığını inkişaf etdirməsi deməkdir. Məsələn, yəni burada bu iki açar sözü yadda saxlayırıq ki, əşyalarla oynayıb, onlarla davranmaq bacarığı, əşyalarla oynama və davranmaq bacarığı. Manipulativ fəaliyyət budur. Və məsələn, uşaq legoları, blokları bir-birinin üstünə qoyur və sonda görürsünüz ki, dağıdırlar. Sonra yenidən yığırlar. Bax, bu manipulyasiya etməkdir də, yəni davranmaqdır həmin bloklarla, legolarla. Və oyuncağın məsələn düyməsini basır, məsələn, və musiqi çalır orada, məsələn, musiqili oyuncaqlar olur və yaxud fırlanan oyuncaqlar olur. Düyməsini basır, görür ki, fırlanır və yenidən həmin hərəkəti davam etdirir. Manipulyasiya eləyir də, yəni onu idarə eləyir həmin oyuncağı. Bəs burada məqsəd nədir? Bunu əsas bu açar sözlərlə yadda saxlayaq ki, məqsəd burada əl bacarığı və beyin fəaliyyətini qurmaqdır. Yəni, uşaq bu fəaliyyətlərlə həm nəyə inkişaf etdirir? Dedik ki, əl bacarığını inkişaf etdirir, həm də beyin fəaliyyəti qurur. Qavrama, fərqləndirmə, bir-birindən fərqləndirmə, ümumiləşdirmə, qruplaşdırma aparır. Bu bacarıqları inkişaf etdirir. Yəni, əşyavi manipulyasiv fəaliyyət həm kiçik motor bacarıqlarının, əl bacarığının inkişafına, həm də beynin fəaliyyətinə xidmət eləyir və bu tip oyunlar uşağın ətraf mühiti tanımasına nə edir? Əlbəttə ki, kömək edir. Və biz nə etməliyik? Tərbiyəçi müəllim olaraq və yaxud valideyn olaraq qarşımıza burada bu əşyavi manipulyasiv fəaliyyəti təşviq etmək üçün nə etməliyik? Uşağın ətrafında ətrafında olan əşyalara marağını artıra bilərik. Yəni, birinci nədən başlayırıq 1-3 yaş dövründə? Əşyaların adlarını demək və ya həmin adları uşaqdan deməsini istəmək ki, təkrar etsin adını. Məsələn, sual veririk ki, bu nədir? Uşaq məsələn top deyə cavab verir, əgər topu soruşuruqsa. Yəni biz də gözləyirik ki, qoy uşaq həmin əşyanı top deyə adlandırsın. Yəni burada söhbət 1-3 yaşdan gedir və ona görə sadə vərdişləri biz belə formalaşdırırıq və ona sadə tapşırıqlar veririk. Məsələn, deyirik ki, balaca, topu qırmızı qutunun içinə qoy və yaxud qruplaşdırma edirik ki, mavi kürəcikləri, mavi topları mavi qutuların içinə qoyaq, qırmızı topları qırmızı qutunun içinə qoyaq və s. və ilaxır. İndi gəlin baxaq.
Burada da deməli uşaqda hissi qavrayış da formalaşdırılır və qeyri-ixtiyari olaraq idraki proseslərə də uşağı yönləndiririk də. Mavi topları mavi qutuya, qırmızı topları qırmızı qutuya deməklə uşaqda bir növ fərqləndirmə, ayırd etmə, qruplaşdırma bacarığını da biz formalaşdırırıq ki, bu da təkcə əl bacarığı ilə məhdudlaşmır da. Uşaq həm də buna idraki cəhətdən beyni ilə qərar verir, ayırır o rəngləri bir-birindən qruplaşdırır. Təkcə burada əşyavi manipulyativ fəaliyyət təkcə əl bacarığına xidmət eləmir. Ona görə biz deyirik ki, bu həm də beynin idrakının inkişafına xidmət eləyir. İndi gəlin baxaq ünsiyyət bacarığının inkişafına. Və burada görək nə qeyd edirik? 2-ci ildən başlayır da uşaqlarda nitq inkişafı bilirsiniz ki, və 1 yaşdan sonra uşaq artıq bir çox sözləri nə edir? Başa düşür, deməyə çalışır, həmin sözləri ifadə etməyə çalışır və onunla tez-tez danışmaq, hərəkətləri izah etmək, sual-cavab oyunu oynamaq mən düşünürəm ki, yəni bunu mütəxəssislər də qeyd edir ki, burada çox vacibdir sual-cavab oyunu oynamaq. Bir nümunə gətirək. Məsələn, biz burada nə demək istəyirik? Sual-cavabla, məsələn, ünsiyyət bacarığının inkişafını sual-cavab etmək, uşaqla danışmaq, həm söhbət olmaq kimi açar sözlərlə yadda saxlayaq və məsələn, bir nümunə göstərək. Deyək ki, uşaq bir pişik görür həyətdə və soruşur müəllimdən ki, bu nədir? Və müəllim deyir ki, bu pişikdir. Və uşaq da təkrar edir. Deyir pişik. Və bu zaman həm sözə ehtiyatı uşaqda artır, həm də uşaq sosial qaydaları öyrənir də. Yəni göz kontaktı qurmaq müəllimlə, sualı diqqətlə dinləmək, cavabı diqqətlə dinləmək, göz kontaktı qurmaq, həmin suala cavab vermək. Baxın, yəni və biz burada nə etməliyik? Biz tərbiyəçi müəllimlər və valideynlər, mən bunu valideynlərlə söhbətimdə də tez-tez deyirəm. Yəni uşaqlarla tez-tez danışmaq lazımdır. Uşaqlar düzdür, çox sual verirlər. Bəzən onların suallarına cavab vermək çox yorucu olur, bizim üçün çətin olur. Mənim özümün də 2 məktəbə qədər yaşlı uşağım var və hər gün mənə yüzlərlə sual verirlər. Bəzən yoruluruq, düzdür. Amma çalışdığımız qədər, bacardığımız qədər uşaqlarla biz tez-tez danışmalıyıq və onların təqlid etməsini də təşviq etməliyik. Məsələn, əl çalırıq, gözləməliyik ki, o da bizimlə bərabər əl çalsın. Və sağ ol deyirik, o da gözləyirik ki, o da sağ ol desin. Olar və olmaz anlayışlarını da əlbəttə ki, sadə dillə biz uşaqlara izah eləyirik. Və burada əsas məsələ nədir? Ünsiyyətə maraq və müsbət emosiyalar yaratmaqdır bizim əsas məqsədimiz. Bax, ünsiyyət o zaman müsbət emosiyalarla çox daha rahat inkişaf eləyir və uşaqların nitqi də çox daha yaxşı inkişaf edir. Sağlam təməllər əsasında inkişaf edir. Yəni müsbət emosiyalarla əgər biz ünsiyyətimizdə uşağa qarşı yanaşsaq. Yəni burada mənfi emosiyalar əlbəttə ki, uşağın ünsiyyətdən çəkinməsinə səbəb ola bilir. İndi gəlin baxaq oyun fəaliyyəti məsələsinə. Yəni oyun nədir? Uşağın dili və dünyanı dərk etmə yoludur. Bir mənalı olaraq. Uşağın dili oyundur. Uşaq dünyanı oyunun vasitəsilə dərk edir. Oyun vasitəsilə. Öyrənmə də uşaqlarla oyun vasitəsilə baş verir. Hər şey oyun vasitəsilə. Yəni onlar üçün dünya bir oyun yeridir. Və bu dövrdə uşaq əsasən nə edir 1-3 yaş dövründə? Sadə oyunlar oynayır. Məsələn, oyuncağın adını demək, yəni ondan adını tapmasını istəmək. Məsələn, oyuncaq ayını gətir deyirik və o gedib oyuncaqların arasından məhz oyuncaq ayını seçib gətirir. Məsələn, kukla ilə yemək bişirmək, hər hansı bir kuklaya çay vermək, oyuncağa çay vermək. Yəni bütün bunlar həm sosial rol oyunudur, yəni bir rollu oyundur. Həm də əlbəttə ki, nitqin inkişafına kömək edir. Ona görə oyun bütün fəaliyyətlərin tərkibində var və bütün bacarıqların inkişafına oyun təsir eləyir və oyuncaqlar ilə biz konkret oyunlar da qura bilərik. Hərəkətli və gülməli oyunlarla uşağın diqqətini çəkə bilərik burada. Yeni oyuncaqlar təqdim etməklə onların marağını oyuna əlbəttə ki, artıra bilərik və burada onların sevimli oyuncaqların əhatəsi genişləndirilməlidir. Yəni uşaqların özünün üstünlük verdiyi oyuncaqlara biz yönəlməliyik oyun qurarkən. İndi bir baxaq, burada bir əmək fəaliyyəti bəndi də var. Və bu da çox maraqlıdır, mühümdür. Gəlin baxaq. Yəni əmək fəaliyyəti deyəndə 1-3 yaş dövründə biz əsasən diqqətimizi yönəldirik nəyə? Bunu belə yadda saxlayaq açar sözlə ki, özünə xidmət bacarıqlarına. Əmək fəaliyyəti o yaşda uşağın özünə xidmət bacarıqlarının formalaşdırılması deməkdir. Və bu dövrdə uşaq artıq sadə məişət işlərini etməyə maraq göstərir. Məsələn, oyuncaqlarını yerinə qoyur,
gətirib bir qutunun içinə yığır. Qaşığını özü tutmaq istəyir. Məsələn, biz valideynlər adətən nə edirik? Yəni biraz səbirsiz davranırıq və çalışırıq ki, uşaq mən də hərdən belə edirəm. Mən demirəm mən belə etmirəm. Yəni biz daha çox yönəldirik özümüz yedirək uşağı. Amma görün o özünə xidmət bacarığıdır da. Yəni yemək bacarığı özünə xidmət bacarığıdır və qaşığı özü tutmaq istəyir və bu zaman uşağa onu biraz səbirli davranıb imkan şərait yaratmaq lazımdır ki, qoy özü tutsun və özü yeməyi öyrənsin. Və məsələn paltarları geyməyə kömək etmək. Məsələn bəzən mən valideynlərdə də müşahidə eləyirəm ki, bağçaya xüsusi belə tapşırırlar ki, siz mənim uşağımı geyindirin, siz mənim uşağımı yedirdin. Məsələn burada əsas nədir? Həyati bir bacarıq formalaşdırmaq ki, o yaşda uşaq artıq paltarlarını özü geyinib soyunmağı bacarmalıdır 3 yaşa qədər. Və onu təşviq bir dəfə səhv alınacaq, 2 dəfə səhv alınacaq, amma üçüncüdə uşaq yavaş-yavaş nə edəcək? Hərəkəti təkrarladıkca daha yaxşı öyrənəcək və paltarları geyinməyə kömək etməklə biz ona, yol göstərməklə özünün geyinməsinə də şərait yarada bilərik və burada biz tərbiyəçi müəllimlər və valideynlər nə etməliyik? Yəni uşağa gündəlik sadə tapşırıqlar verə bilərik. Məsələn, oyuncaqları gəl birlikdə qutuya qoyaq. Biz ona nümunə oluruq, oyuncaqları qutuya yığırıq və uşaq da bizim ardımızca həmin oyuncaqları qutuya qoyur. Geyinmək, əlləri yumaq, nəsə yığışdırmaq kimi vərdişləri birgə etmək. Burada mütləq birgə etmək anlayışına diqqət yetirin. Bu birgə edilməlidir. Yəni biz uşağa sadəcə istiqamət verib kənardan gözləyə bilmərik. Bu daha çox böyük yaş qrupuna aiddir, amma kiçik yaş qrupunda birgə etməyimiz çox vacibdir. Və ən sonda da onun hərəkətlərini, bu müsbət hərəkətlərini də biz müsbət qarşılayıb təşviq edirik, onu təqdir edirik, ona lazım gəlirsə tərif edirik və uşaq da burada qarşı tərəfin onu təqdir etdiyini gördükcə həmin hərəkəti daha çox təkrarlamağa başlayacaq. Məsələn, oyuncaqları qutuya yığ deyirik, birgə yığırıq, uşaq bizə kömək edir, birlikdə yığırıq. Bu zaman uşağı sonda mütləq təqdir etmək lazımdır ki, onu həmin müsbət davranışın təkrarlanmasına təşviq eləyək ki, uşaq daha yəni eyni hərəkəti təkrar etsin. Və indi gəlin baxaq, bədii fəaliyyət. Bədii fəaliyyət uşağın yaradıcılığını və hisslərini mən deyərdim ki, inkişaf etdirir və sadə musiqi dinləmək bura daxildir, rəngli şəkillərə baxmaq, qısa nağıllar dinləmək. Məsələn, burada bunlar çox faydalıdır və rəsm çəkmək üçün karandaş, boyalar biz uşağa təqdim edə bilərik. Yəni, rəqs etmək, birlikdə əl çalmaq, birlikdə oxumağa çalışmaq. Yəni, bunlar uşağın həm bədəni, həm də emosional inkişafını inkişaf etdirir, dəstəkləyir, yəni ona xüsusi müsbət təsir edir. Və biz tərbiyəçi müəllimlər burada nə edirik? Məsələn, bir nümunə gətirək də, bədii fəaliyyət məsələn təşkil edirik bu yaş qrupunda və deyirik ki, şəkillərə baxırıq və sual veririk ki, şəkildəki kimdir? Bu nə edir? Sualları veririk, həmin şəkillərdəki hadisələrə uyğun olaraq. Və uşağın sevdiyi musiqini də açıb birlikdə hərəkət eləyə bilərik, rəqs eləyə bilərik. Yəni, özümüz rəsm çəkib onun da rəsm çəkməsinə, cəhd eləməsini gözləyə bilərik. Təbii ki, bu yaşda uşaqlar belə, əgər xüsusi istedadı yoxdursa, bu rəsm çəkməklə bağlı, yəni böyük xariqələr yaratmayacaqlar. Sadə rəsm vərdişləri, rəsm şəkilləri olacaq. Sadə olsa da, yəni o uşağın cəhdidir, bunu alqışlamaq, təqdir etmək lazımdır. Və indi gəlin baxaq, yəni burada biz həm də uşaqların böyükləri təqlid etməyə həvəsləndirməliyik. Yəni, fəaliyyətin birlikdə icrasına bağlı. Məsələn, rəsm çəkməklə bağlı. Müəllim çəkir və uşağa da təşviq eləyir ki, qoy o da çəksin. Və indi gəlin baxaq, burada sonuncu təlim fəaliyyəti. Öyrənmə fəaliyyəti. Burada əsasən öyrənmə bacarıqlarının təlim deyəndə biz nə deyirik? Öyrənmə bacarıqlarının formalaşdırılması. Və təlim bu yaşda qayıdıram bayaqki məsələyə daha çox nə formasında olur deyirdik? Bəli, oyun formasında olur. Məsələn, bloklarla uca bir ev tikmək, böyük və kiçik əşyaları bir-birindən ayırmaq, qruplaşdırmaq. Məsələn, uşaqlara sual verə bilərik ki, bu hansıdır? Böyük yoxsa kiçik? Artıq burada uşaq müqayisə aparır beynində. Yəni, bu bir təlim fəaliyyətidir. Oyunun içərisində uşaq artıq bir müqayisə aparır. Və biz nə etməliyik? Sensor və idraki fəaliyyətlərə imkan verməliyik. Toxunmaq kimi, dadmaq kimi, baxmaq kimi və sadə tapşırıqlarla uşağın marağını biz mütləq qorumalıyıq və ətrafı da araşdırmağa. Məsələn, deyirlər, uşaqlarda tədqiqatçılıq bacarığının formalaşdırılması. Bax, kiçik yaşda elə budur da, uşaqlarda tədqiqatçılıq bacarığının formalaşdırılması. Yəni, ətrafı araşdırmağa onlara imkan şərait yaratmaq.
İndi mən bura bir əlavə də etmək istəyirəm ki, burada mütləq sadə əşyalar vasitəsilə müxtəlif hərəkətləri biz yerinə yetiririk və onların yaşına görə müəyyən gözləntilərə giririk və yaradıcılıq qabiliyyətini də əlbəttə ki, bu təlim fəaliyyəti ilə uşaqların biz inkişaf etdiririk. Və sonuncu, mədəni davranış vərdişləri ilə bağlı qeydlərimizə baxaq. Bunu necə yadda saxlaya bilərik? Yəni, mədəni davranış deyəndə ki, sadə etika qaydalarını öyrənmək. 1-3 yaşda sadə etika qaydalarını, sosial qaydaları öyrənmək. Məsələn, sağ ol, zəhmət olmasa, bağışla kimi sözləri işlətməyə başlaya bilər artıq bu yaşda uşaq və bacarmalıdır artıq 3 yaşa qədər. Sağ ol demək, təşəkkür etmək, zəhmət olmasa, bağışla, minnətdaram kimi sözlərdən istifadə etmək və otağa daxil olmadan deyək ki, qapını döymək, əşyaları qaydasında yerinə qoymaq, yığışdırmaq, sıraya durmaq kimi davranışlar işləyən müəllimlər bunu çox yaxşı bilir ki, bu yaşda formalaşdırılır. Yəni sıraya durmaq, növbə gözləmək kimi mədəni davranış vərdişləri də bu yaşda əsası qoyulur. Və biz nə etməliyik? Bu davranışları izah etmək lazımdır birinci növbədə, uşaqlarla tez-tez söhbət aparmaq və tez-tez, ən əsası tez-tez nümunə götürmək. Siz bilirsiniz ki, sosial öyrənmə nəzəriyyəsinin əsas məsələlərindən biri də nümunə göstərməkdir, rol model olmaqdır. Yəni, müəllim özü həmin davranışları sərgiləməlidir ki, birinci, uşaqlar da ona baxıb, belə sadə dillə desək, görüb götürsünlər. Və sözlərlə yanaşı, burada əsas məsələlərdən biri də jestlərdən istifadə etmək, əl yelləmə, baş əymə, məsələn, sağ ol deyəndə əl yelləmə, razılaşanda baş əymə və valideyn və tərbiyəçi olaraq biz burada əsas məsələ nümunə olmaqdır. Yəni, bu yaşda, ümumiyyətlə, bütün yaşlarda bu belədir. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, bu bütün yaşlarda belədir, amma 1-3 yaş dövründə bilirsiniz ki, uşaqlar çox biz dərsin əvvəlində, izahın əvvəlində dedim ki, çox sürətlə inkişaf eləyirlər və böyüyürlər və çox sürətlə öyrənirlər. Və bu yaşda ən əsas məsələ rol model olmaqdır ki, onlar bizim davranışlarımıza baxıb nümunə götürsünlər və nümunə olmaq deyirlər ki, belə bir deyim də var ki, ən yaxşı tərbiyə üsulu yaxşı nümunə olmaqdan keçir də. Yəni, tərbiyənin ən gözəl üsulu nümunə olmaqdır. Yəni, burada indi baxaq və belə bir nəticəyə gələ bilərik ki, 1 yaş uşaqlar, 1-3 yaş uşaqlar, yəni oynayaraq, təqlid edərək, nə dedik biz, müşahidə edərək dedik və böyüklərlə ünsiyyətdə olaraq əlbəttə ki, öyrənirlər. Onların təlimi və tərbiyəsi oyun və bu qeyd elədiyimiz bu fəaliyyətlər əsasında qurulur və hər sahə də bir-biri ilə əlbəttə ki, nədir? İç-içədir, bir-biri ilə bağlıdır, zəncirvari şəkildə və balanslı şəkildə inkişaf elətdirilməlidir. Və qeyd eləyim ki, son olaraq sizə təlimlərə qoşulmaq üçün mənimlə əlaqə saxlaya bilərsiniz. WhatsApp nömrəsi üzərindən 055 933 55 75 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Qarşıdan gələn imtahanda da sizə uğurlar arzulayıram.